müsahibələrinizdə də demisiniz ki, Tamila xanım çox gözəl xanım idi, gənc qız idi, çox yaxşı oxuyurdu. Mən də cılız bir oğlan idim, kasıb uşağı idim, 2 alırdım. Mənə maraqlıdır ki, bax Tamila xanımı da qaçırtmısınız. Bu sizdə nədir? Cəsarətin formulu. Özünə inandı. Bu özünü ən yaxşısına, ən gözəl qıza layiq bilmədi. Ya bu uşaq cəsarətidir. Bax bu formulu nədir? Mən bir də söyləyim də. Burada cəsarət yoxdur. Nədir bəs? Demişəm də onu, qoy bir də dinlən olacaq. Demək, atam, anam, xanım vardı, Gülzar xanım, Allah ruhunu şad eləsin, üçü də rəhmət eylesin. Onu çağırdılar ki, mənə övgüd versin ki, bu Tamiləni alma, Tamilədən uzaq dur. Bunlar eşitmişdilər təxminən. Əskər getməmişdən mən hiss edirdilər ki, nəsə xanımın dayıdan düşürəm, nəsə belə falan. Onlar hiss eləmişlər, məni çağırdılar evə ki, onlar Bakılıdılar, biz kətçiyik, onlar bahar adamdılar, biz beləyik. Mən dedim ki, ay yox, nə danışdı, fardıq, bitdi. Hə, ayrılıram, bitdi. Yox, ayrılıram dedim, nə birləşməmişdik ki. Xəyalımda gəzdirirdim də özüm üçün. Heç evlənmək haqqında heç fikirləşmirdim. Allah haqqı, elçi gedir. Yox, elə şeylər yoxdur, nə elçi, nə iş var, nə pul var, nə öy var, nə eşik var. Belə, yaxşı, çıxardarım yadımdan da belə. Elə həmən günü gəldim, oturdum poçtun qabağında. Belə oturmuşam da belə, cübümdə 5 manat yox. İş yox, güzgü oturmuşam. Gördüm o da yavaş-yavaş gedir, 1 kilometr aşağıda ayrılır oldular. Batısı gələ gəlmişlər, gedirdi ora. Getdim onu yavaş-yavaş darlayacağam. Görməsə bir saxladım da, o da dayandı. Mən o saxlaya bilməzdim. Çünki o məndən güclü idi. Həqiqi deyirəm, mənə bir dənə şillə vursaydı, mən başım sirkələnərdi. Necə dayandı? Belə yanına dedim ki, bəs belə falan, belə. Bu da gördüm ki, bu qoşulub gedir. Belə içimdə bir şey oldu ki, ay Allah. Nəysə, beləncə bir şey gördüm ki, bu razılaşıb gedir mənimlə. Allahu Ekber. Dedim, ay mən dedim ki, ay balay, nə yerimiz var, nə yurdumuz var, nə maşın var, nə pul var. Bu soruya saxlayaq da belə Dönə də bilmirsiniz fikrinizdə. Daha söz çıxıb ağzımdan. Ki qaçırdıram səni. Qaçırdıram, nəyə qaçırdım? Zorlama qaçırdıram. Dayanmış ikisi o bir mənəm. Qaçırma var burada, qaçırma deyil, aparmaq var. Hə, nəysə, tanıdım demək ki, abala saxlayaq bu söhbət soruya. İndi yavaş-yavaş gəlirik məktəbə tərəf. Piyada. Bu saat 10, 11, 12 gecdi. Evlərindən çıxırlar bunu axtarmağa. Uşaq gəlməyib, nə olub, nə edib? Anası da maşallah çox belə mərd qadın idi. Bu da deyir ki, qorxdum mən. Məsələn, nə qorxdun? Öyle bir şeylə yeyəcədin də sən də. Qorxmaq adam ərə gedir, istəmədiyinə. Deyir də. İndi gətirmişəm, deyirəm, hə, dayan burada. Hə, nə dayan? Maşın yox. Adam qaçırdığında da gedir qardaşına deyir, əmisi oğluna deyir, gətirin orada maşını dayanın, bunu qoyaq aparaq. Heç nə yoxdur ya. Mən ağlıma birdən gəl. Bax, bütün hindiki həyatım var ya mən. Hindiyəcən ağlıma nə gəlib onu eləmişəm. Bax, hindiyə qədər, uşaqlıqdan hindiyə qədər nə olubsa, ağlıma nə gəlibsə onu eləmişəm. İnanırsan? Cəsarətdir də. Orada nə cəsarət var? Cəsarət deyil. Geçin iki qardaşlar var, sağzadlar, məni təpinin altına döyəcəklər. Cahil cəsarət yaxşı. Yox, heç də deyil o. Qorxmurdunuz ay alim müəllim. Ay qorxurdum, heç kimi qorxurdum. Heç qorxmurdum. Çox maraqlı bir şeydir. Nə dedim, gəl dayan burada. Bax, belə şey bir həyat qurduq.